Hanzına ait bu sualın vereceğim sual. Özellikle Profesör Matias isterdim katılımlar mutlandırsın. Bildiğiniz kimi simamiliyet ve hepatit molekulası, yani məlumatlar var ki, sarkopeniya səbəb ola bilir. Yəni sadece yağ kütlesinin parçalanır, yani lipoliz edilir. Eyni zamanda əzələ etkisine de səbəb ola bilir. O zaman sual bundan ibarətdir. Eğer biz pasiyenti müayinə edirik, sarkopeniyası başlamış bir pasiyentle əzələ dəstəyi kifayət qədər yaxşı olan pasiyent arasında dozlamanı necə təyin olunur? I can start. So that's a very good question. Okay. So if you have sarcopenic obesity, the typical approach would be to use pharmacotherapy to reduce fat mass, and this is dose independent. So you don't need a lower dose. Yani şahsen kifayət qədər belə pasientlərim var. Gündə 2 saat qaçış edən marafonçu, 2 saat üz güclü edən, amma kifayət qədər yağ kütləsi, otobesitləri çoxdur. Obezite dərəcəsində əziyyət çəkən idmançılar da var. Yəni fərqlər var təbii ki. Ona görə sarkopeniya da əslində günümüzün çox vacib mövzusudur. Həm də ilənməsi var, eyni zamanda əzələ deficiti var. Kısa bir doktor hanım size ilave edeyim. Sarkopeniya çok önemli, aslında çok özel uzmanlığı. Çok teşekkür ederim. Goes down in a way with the muscle mass, then you would go even higher. For our competitive sportsmen, we're talking about 1.8 to 2.5 gram per kilogram body weight if they are in a training condition. But if you are on the right, on the safe side, it's up to 1.2 gram per kilogram per day additionally. Of course, thank you very much.